Axşamınız xeyir olsun, salamlar mərvənizi. İlk öncə futbolçularımı təbrik edirəm. Vacib bir qalibiyyət idi ki, bugün Avroliqaya, Avroliqada iştirak etmək üçün, qaranti etmək üçün. Belə, bəlkə oyunun keyfiyyəti bir o qədər deyil idi. Bəlkə çox da dinamik oyun deyil idi. Amma qarşımızda yaxşı müdafiə olunan və çox sürətli əks hücumlara keçən bir kollektiv var idi. Və haradasa ehtiyatımızı tuturduq. Hər bir halda hesab 3-0 olsa da, amma heç də bizim üçün deməzdim ki, hər şey tam qaydasında getdi oyun baxımından. Amma ümumən razı qaldım oyuncularımdan. Baxmayaraq biraz motivasiyaları biraz aşağı idi. Buna baxmayaraq yaxşı intizamlı oyun göstərməyə çalışdılar və sonunda həm təcrübə, həm bəzi düşünülmüş hücumlar belə yaxşı bir qalibiyyət əldə edə bildik. Və əlbəttə ki, Anarın dediyi kimi son ev oyunuydu və bütün bu stadionda olan hər kəsə təşəkkür edirəm. Gəlib hər dəfə bizə azarkeşlik eləyən, bizim yanımızda olan hər bir azarkeşimizə təşəkkür edirəm. Və İmişli komandasına da təşəkkürlər düşür. Baxmayaraq, ilk illəri idi Premier Liqada bu il və çox yaxşı nəticə əldə elədilər və yaxşı qalibiyyətlər əldə elədilər. Və heç də demək olar ki, yaxşı şəraitdə oynamırdılar ev oyunlarını, amma buna baxmayaraq yaxşı nəticələri oldu. Və beləcə İmişli komandasını da qarşıdakı ildə qollar arzulayıram. Buyurun. Mən görmə münasibətilə təbrik edirəm. Mətbuatda belə bir xəbər getmiş ki, yorumlarda Monya'dan artıq bugün ayrılır və sizinlə Qarabağdan razılığa gəlib, bununla bağlı istəyirəm. Düzü desəm, hələ ki, belə heç kimlə biz razılığa gəlməmişik. Düzdür, çox oyuncularla danışıqlar gedir, həddindən artıq, amma hələ bəziləri deyir, sezonun sonunu gözləyək, bəziləri deyir, hələ fikirləşirəm, amma belə razılığa gələn heç bir futbolçu yoxdur. Bir də artıq Avroliqaya getməyiniz rəsmiləşdi. Bu növbəti transferlərdə sizin üçün nə qədər əhəmiyyətli olacaq? Yəni, elə futbolçu ola bilər ki, Konferans Liqası, Avropa Liqası və ya da Çempionlar Liqasını oynamaq istəyirlər. Yəni, bu hər hansı bir futbolçu tərif edilir. Hacı inan böyük ehtimal eləmir. Çünki biz bunun canlı şahidi olduq keçən il. Yəni, biz istənilən futbolçu deyirdik ki, bəs biz Çempionlar Liqasında iştirak edəcəyik, belə oyunlarımız, belə böyük oyunlar olacaq, amma heç də bir o qədər təsir olmadı. Burada Avropada, belə deyək, bəzi orta futbol ölkələri, ümumiyyətcə orta komandalarda demək olar ki, şərait o qədər yaxşılaşıb ki, yəni bura bir o qədər də belə bir səy göstərmirlər gəlmək üçün. Amma hər bir halda həm bizim adımıza görə, Qarabağa görə, həm ümumi son illər ümumiyyətcə stabil çıxış etdiyimizə görə bu tərəfdən daha yaxından tanış olurlar və belə gələnlər də olur, yəni bunu düşünə gələnlər də olur, amma çox oyuncular, çox da hallar olub ki, yəni bu hallar onlara belə deyək də, yəni təsir eləməyib. Buyurun. Ola bilər düzəlməsin, çünki hələ məşqlərə başlamayıb, hələ müalicə davam edir. Böyük ehtimal yox yəqin. Yəni, nə yüngüldür, nə ciddidir, belə deyək ki, biraz o qığırdaq, yəni hansı ki problemidir. Sadəcə hələ ki bir neçə müalicəvi iynələr vurublar və sonra yenə müəyyən bir proses keçməlidir. Ondan sonra fərdi məşqlərə başlamalıdır. Milliyə kimi böyük ehtimal hazır olmayacaq.
Bədavi ilə bağlı, Bədavi böyük ehtimal qalacaq komandada, yəni böyük ehtimal saxlayacaq və həm bizim kapitanımızdır, həm son oyunlarda, ümumiyyətlə son oyunda çox yaxşı bir performans göstərdi. Həm son Çempionlar Liqası oyunlarında, həm çempionat oyunlarında böyük ehtimal qalacaq. Hələ ki, düz danışıqlara başlamamışıq. Digərlərlə bağlı hələ bəzi oyuncularla tam qəti qərar verməmişik. Yəni hələ bu qarşıdakı günlərdə tamamlayacağıq işimizi. Mən son tur belə deyilək, harman xarakteri başlayacaq. Bugün Hikmət Cəbrayizadənin uzun zamandan sonra meydanda gördüyü əsas heyətinə. Ola bilərmi növbəti oyunda akademiyadan dəvət olan digər futbolcuları görə? Akademiyadan deməzdim, amma Hikməti görmə ehtimalımız var, böyük ehtimal. Əksəriyyətdə böyük ehtimal oynatmağa çalışacağıq. Sabah yenə bir ümumi futbolçuların durumuna baxacağım və ümumi onların proqramına baxacağım. Çünki milli komandada qədər əsas oyuncular var. Bunları nəzərə alaraq hansı bir dəyişikliklər böyük ehtimal olacaq. Buyurun. Təbii ki, həm qələmə Avropa Liqanın rəsmiləşməsindən səbəbilə dediniz ki, dəqiq olmayan futbolçular var, yəni gedib getməyəcək. Yəni siz deyilsə, hazırda əsas heyətdə olan futbolçulardan gedəcək olanlar kimlərdir, dəqiq olanlardan? Konkret olaraq var mı? Belə deyək, özümdə var, amma açıqlama biraz düzgün çıxmaz. Yəni saytımızda, yəni vaxtı gələndə saytımızda açıqlayacaqlar. Başqa sualınız Oldu, sağ olun, təşəkkürlər.